Selam uşaqlar. Biz bugün dərsliyin 35, 36, 39 və 40-cı səhifələrini yerinə yetirəcəyik. 2 səhifə Azərbaycan dilidir, 2 səhifə riyaziyyatdır. Azərbaycan dili fənni ilə başlayaq. Birinci sual. Verilmiş sözləri əlifba sırasına görə düzsək. Əlifba sırasına görə düzsək. Hansı söz əvvəl yazılır? Yəni birinci gəlir. İlk hərflərinə baxırıq. M. Dördündə də M-dır. Dördündə də ed. Üçüncü hərflər fərqlidir. Deməli, ş, burada üçüncü hərf. Burada üçüncü hərf y, üçüncü hərf t, üçüncü hərf m. Deməli, əlifba sırasını nəzərə alsaq, bunlardan hansı əvvəldə gəlir? Y əlifbanın 31-ci hərfidir. Y ola bilməz. Y ən axırlarda gəlir. Yerdə qalır ş, t, m. Əlifbanın yadımıza salsaq, el hərfindən L, M, N, O, Ö, P, R, S, Ş, T, U, Ü. S, Ş, T, M-dan sonra gəlir. Deməli, birinci M gəlir, sonra Ş-la T gəlir. Ona görə M-nı götürəcəyik. Neftçi Qarabağ komandası ilə dostluq görüşündə qalib gəldi cümləsində neçə söz səhv yazılıb? Gəlin səhvləri tapaq. Neftçi sözü səhvdir, t iyilib. Qarabağ düzdür. Komanda sözü səhvdir, o olmalıdır. Dostluq sözü də səhvdir, burada t hərfi iyilib. Dostluq görüşündə düzdür, qalib düzdür, gəldi düzdür. İndi neçə dənə sözdə səhv oldu? 3 dənə. O da var A bəndində. Hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Sıra sayıları. Biz demişik ki, sıra sayıları necə yazıla bilər? Rum rəqəmi ilə yazıla bilər. Rum rəqəmi ilə yazıla bilər. 1 inci yazıla bilər. 1 nöqtə, 1 mötərizə ya da rəqəmlə yazıla bilər. Birinci hərflə daha doğrusu. 5 formada yazılır. Yəni 1, 2, 3, 4 sıra sayıları 5 formada yazılır. Və rəqəmlə yazıldıqda ıncı, inci, uncu, üncü şəkilçisi var. Bax, buradakı ıncı, inci, uncu şəkilçisi. Onun qısaldılmışı olur. C, 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 C. Yəni rəqəmin yanında ıncı tam şəkildə ola bilməz. Mələkə yarışmada 3-cü sıradadır. Doğru. Bizim evimiz 10-cu mərtəbədədir. Doğru. Sinifdə 6-cı sırada otururam. Baxın, burada yanlış budur. Öncü ola bilməz. 3-cü rəf doğru. Bizdən də yanlış istəyir. Hansı sıradakı sözlər sətirdən sətrə düzgün keçirilib? Hecalara düzgün bölünüb demir ha. Sətirdən sətrə düzgün keçirilib. Çox undur deyə bilmərik. Çoğundur. Afərin yox, afərin. A yanlışdır. Sonra D-də ürək radio verib. Təzə sətirdə və yaxud da ki, yeni sətir, köhnə sətirdə və ya təzə sətirdə heç vaxt tək sayt qala bilməz. Həqiqət yox, ya həqiqət ya da həqiqət parçalana bilər. Doğru cavab B-dir. Vətəndaş, çalışqan. Hecalara görə düzgün bölünüb. Yəni sətirdən sətrə keçirilib. Şirin sözü hansı cümlədə əlamət bildirir? Şirin sözü. Deməli, şirin adam adı ola bilər. Bir də əlamət bildirirsə, şirin çay ola bilər, şirin kökə ola bilər, şirin tort ola bilər. Bizdən də əlamət istəyir. Əlamət bildirirsə, deməli, orada nəyinsə şirinliyindən söhbət gedəcək. Şirin nəvəsinə nağıl danışdı. Şirin nəvəsinə nağıl danışdı. Yəni, şirin nənə. Əgər nəvədən söhbət gedirsə, burada nənədir. Şirin nənə. Quzu və qoyun şirin payına düşdü. Burada aslan mənasını verir. Əlamət bildirmir. Bu şirin almalar çox ləzzətlidir. Necə almalar? Şirin almalar. Əlamət bildirən buradadır. Şirin nəriltisi meşəni lərzəyə gətirdi. Burada da aslan mənasında verib. Əlamət bildirən C bəndində idi. 6-cı sual. Hansı bənddəki sözlər hər zaman böyük hərflə yazılmalıdır? Gözəl sözü kiçik ilə yazıla bilər, vüsal kiçik ilə yazıla bilər, zaman da kiçik ilə yazıla bilər, çiçək kiçik ilə yazılır, vahid də kiçik ilə yazılır. Vahid tək deməkdir. Nə deməkdir? Bir, tək deməkdir. Həm adam adıdır, həm də bir deməkdir. Düzgün cavab C bəndidir. Qazax ancaq rayon adıdır, Bərdə rayon adıdır, Quba da rayon adıdır. Yəni Azərbaycanın bölgələridir.
Yalanın ömrü az olar. Atalar sözü ilə eyni mənanı verən atalar sözü hansıdır? Yalanın ömrü az olar. Yalanın ömrü az olar. Yəni biz o yalanı deyəcəyik, ya o bir gün aşkara çıxacaq, ya da ki elə həmin dəqiqə aşkara çıxacaq. Mənası budur. Yalançının şahidi yanında olar. Yalançının evinə qədər qovarlar. Yalançının evi yanında heç kəs inanmadı. Yalan cücərər, amma bitməz. Bax, uyğun olan budur. Yalan cücərər, amma bitməz. Yəni sən yalanı deyə bilərsən, cücərdərsən öz dilində, amma onu sona qədər bitirə bilmərsən. Aşağıdakilərdən hansı fakt deyil? Fakt və münasibət. Biz bunu sinifdə keçmişik. Fakt verilən qanundur. Yəni qayda qanuna uyğun olan qurulan cümlələrdir. Və biz necə deyirdik? Fakt budur. Biz bunu dəyişə bilmərik. Amma münasibət dəyişə bilər. Bugün bəyənmədiyiniz, məsəl üçün, yeməyi səhər bəyənə bilərsiniz. Bugün, məsəl üçün, bir şeyə baxanda sevinirsinizsə, səhərsi gün ona baxanda artıq sevinç hissi olmaya bilər. Yəni, münasibət dəyişir, amma fakt dəyişmir. Tenis 2 nəfərlə oynanılan oyundur. Fakt. Tenis meydançası 2 bərabər hissəyə bölünür. Fakt. Tenisdə topa zərbə vurmaq üçün raketkadan istifadə olunur. Bu da faktdır. Tenis oyunundan sonra komandalar çox sevincli idilər. Udan komanda sevincli idi, düzdür? Bəs uduzsaydı sevincli olardı? Yox, kədərli olardı. Onda bu nədir? Münasibət. Çünki yaranan vəziyyətə görə alınan əhval ruhiyyət. Sözün mənasını əks etdirən lüğət necə adlanır? Ümumiyyətlə 3 cür lüğətimiz var. Orfoqrafik lüğət, orfoepik lüğət və izahlı lüğət. Orfoqrafik lüğətdə sözlərin düzgün yazılışını öyrənirik. Orfoepik lüğətdə sözlərin düzgün deyilişini öyrənirik. İzahlı lüğətdə isə sözlərin mənasını, izahını öyrənirik. İndi burada ensiklopediya verilib. Ensiklopediya ümumiyyətlə lüğət deyil. Dedik ki, 3 cür lüğət var. Və bizdə nə istəyir? Sözün mənasını əks etdirən də izahlı lüğətdir. Nağıla başlamazdan əvvəl söylənilən mətn nə adlanır? Təmsil, bayatı, qaravəlli, yoxsa alqış? Bu qaydanı keçmişik. Nağıla başlamazdan əvvəl söylənilən mətnin adı qaravəllidir. Növbəti səhifəmizə keçirik. Hansı bənddə uyğunluq pozulmuşdur? Ayrılanda xudahafiz deyirik. Düzdür. Xəstələnəndə biri xəstələnibsə Allah şəfa versin deyirik. Görüşəndə xoş gördük deyirik. Amma nə isə xahiş eləyəndə üzr istəmirik. Xahiş edirəm deyirik. B. Uyğunluq pozulmuşdur. Çı, çi, çü, çü hissəciyi hansı sözə artırılarsa peşə bildirən söz yaranmaz. Gəlin çı, çi, çü, çü şəkilçisini yadımıza salaq. Çı, çi, çü, çü şəkilçisi 4 cür yazılan leksik şəkilçidir. Sözə qoşularaq peşə əmələ gətirir və həmin söz kim sualına cavab verir? Papaqçı kim? Traktorçu kim? Neftçi kim? Yalançı necə? Yalançı insan necə insan? Bax, burada peşə əmələ gətirmədi. A, C, D də peşədir. Kim sualına cavab verir? Amma B-də peşə deyil və kim sualına da cavab vermir. Yalançı insan necə insan? Əlamət bildirir. Sual işarəsinin yerinə uyğun gələn sözü seçin. Çox asan sualdır. Səma cisimlərini deyirik. Səmada nə olur? Ulduz olur, günəş olur. Başqa nə olur? Kosmonavt. Kosmonavt kosmosu uçur, amma həmişə orada qalmır ki, axır əvvəl yerə qayıdır. Raket də eyni qaydada. Kosmosu uçur, amma orada qalmır. Yenə də yerə qayıdır. Bulut hərdən göyün üzü buludda ola bilər, hərdən bulutsuz da, açıq səma da ola bilər. Düzdür? Amma həmişə orada nə görürük? Ay görürük. Bugünün işini sabaha qoyma. Atalar sözü ilə aşağıdakilərdən hansı izah edilir? Bugünün işini sabaha qoyma. Yəni, məsəl üçün, bugün sən bu dərsi yazmalısansa, yaz bitir. Sabaha saxlama. Çünki sabahın da öz işləri var. Zamanı çalışaraq dəyərləndirmək lazımdır. Hər iş vaxtında görülməlidir. Bir iş bitmədən yenisinə başlamamaq lazımdır. İnsan gözəl işlər görməlidir. Bugünün işini sabaha qoyma mənası hər iş vaxtında görülməlidir mənasını verir. Veya da dedim, əgər siz bu işi bugün görməlisinizsə, bugün eləyin, sabaha saxlamayın. Verilmiş şərtlərə uyğun hərəkət bildirən söz hansıdır? 2 şərt verib bizə. Təsdiqdədir.
və gələcək zamandadır. Gələcək zamanın şəkilçiləri acaq, əcək. O biri şəkilçisi nə idi? Ar, ər. Qəti gələcək, qeyri-qəti gələcək. Amma biz hələ ki sizinlə qəti gələcəyi keçmişik. Yəni acaq, əcək. Deməli sözün tərkibində acaq, əcək gələcək zaman şəkilçisi olmalıdır və təsdiqdə olmalıdır. Yəni bəli, hə mənasını verməlidir. Öyrənirəm sözündə indiki zamandır, çəkilmədi keçmiş zamandadır. Susacaqlar gələcək zaman, toplamayacaq gələcək zaman. Və bizə təsdiq istəyir. Susacaqlar, toplamayacaq. Burada ma, mə, inkar şəkilçisi var. Deməli təsdiq də deyil. Düzgün cavab B bəndi. 6-cı sual. Verilmiş sözlərdən hansını izah edərkən şirin sözündən istifadə etmək olmaz? Şirin çiyələk olar, şirin qarpız olar, şirin üzüm olar. Amma şirin limon olmaz. Çünki limon şirin yox, turş olur. Hansı biri hekayədə hadisələrin baş verdiyi zamandır? Hekayə xəritəsini yadımıza salaq və sualı bir də izah edirəm. Sizdən hekayədə zamanı istəyir. Hekayə xəritəsində zamanı nə yazırdıq? Qış fəslidirmi, yay fəslidirmi, səhərdirmi, günortadırmı? Bu ifadələri yazırdıq. İndi bizdən də zamanı istəyir. Cümlələrlə tanış olaq. Uşağın kömək istəməsi, qış fəslinin ilk ayı, geniş meydanın mərkəzi, kəndin müdrik adamı. Bu cümlələrin hansında zaman var? B bəndi. Qış fəslinin ilk ayı. Yəni hadisələr dekabr ayında baş verib. Zamanı göstərdi. 8-ci sual. Aşağıdakı cümlələrdən hansı əmr cümləsidir? Əmr cümləsi əmr göstəriş bildirir. Bunu et, bunu yaz, bunu oxu, bunu başa sal. Bu kimi göstərişlər. İndi gəlin cümlələri oxuyaq. Siz bu məsələləri birlikdə həll edin. Nizami Gəncəvi Gəncədə anadan olub. Mən qış fəslini çox sevirəm. Masallar Respublikanın cənubunda yerləşir. Uşaqlar, B bəndi Nizami Gəncəvi Gəncədə anadan olub nəqli cümlədir. Bizə məlumat verir. Mən qış fəslini çox sevirəm. Bu da bizə məlumat verir. Nəqli cümlə. Masallar Respublikanın cənubunda yerləşir. Bu da nəqli cümlədir. Bizdən əmr cümləsi istəmişdi. Siz bu məsələləri birlikdə həll edin. Göstəriş verir ki, məsələni necə elə, kimdən elə sizə göstəriş verir. 9-cu sual. Mətnin mövzusunu seçin. Yəni, mətndə nədən söhbət gedir? Mətnin mövzusunu seçin o deməkdir. Televizor izləyərkən televizorun səsini eşidə biləcəyimiz qədər artırmalıyıq. Yəni, yüksək səsinə qulaq asmaq olmaz. Həmçinin yaşımıza uyğun proqramlara baxmalıyıq. Yəni biz uşağıqsa, uşağa aid proqramlara baxmalıyıq. Zamanımızın çoxunu da televizor izləyərək keçirməməliyik. Yəni bütün günü televizorun qarşısında oturub qalmamalıyıq. Telefon da buna aiddir. Yəni bütün günü əlimizdə o elektronika olmamalıdır. İndi mətnin mövzusu nədir? Televizorun faydası, ünsiyyət vasitəsi, televizorun izləmə qaydaları, düzgün davranış qaydaları. Mətnin mövzusu televizorun izləmə qaydasıdır. Yəni televizor nə üçündür? Necə baxmalıyıq və hansı vaxtlarda baxmalıyıq? Azərbaycan dilinin sonuncu sualı. Hansı cümlədəki söz sətirdən sətrə doğru keçirilmişdir? Deməli, baxaq. Qış fəslində qalın geyinmək lazımdır. Qalın yox, qalın. Yanlış. Yazıcının yeni kitabını oxudum. Tək saat qala bilməz. Yanlış. Yağış çox gözəl yağırdı. Gözəl. Doğru. Amma yenə də D-ni yoxlayırıq. Avtobus öz yoluna davam etdi. Yoluna yox. Yoluna. Deməli, D də yanlışdır. Düzgün cavab C. Birinci sual. Səlim Orxandan 2 yaş böyükdür. İkisinin yaşlarının cəmi 14 olduğunu bilərək 3 il sonra Səlimin neçə yaş olacaq? Deməli, uşaqlar, bu Səlim, bu da Orxan. İkisinin bir yerdə 14 yaşı var. Amma Səlim Orxandan 2 yaş böyükdür. Bu cür məsələlərdə tam hissə modelinə uyğun məsələdir. Əvvəlcə artığımızı çıxırıq. Artığımız 2-dir. 14-dən 2-ni çıxırıq, eləyir 12. Sonra elementlərin sayına bölürük. Element burada insanlardır. Səlimlə Orxan. Yəni 2 nəfər. 12-ni bölürük 2-yə. Eləyir 6. Deməli, Orxanın 6 yaşı var. Səlim də ondan 2 yaş böyüksə eləyir neçə? 8. 8 ilə 6 da eləyir 14.
İndi Səlimin hal-hazırda 8 yaşı varsa 3 ildən sonra neçə yaş olacaq? 8-in üstünə 3 gəlirik, eləyir 11. Cavab B bəndi. Boş kazana 4 dəfə 5 litrlik, 3 dəfə 6 litrlik balonla su tökdülər. Bundan sonra qazanı doldurmaq üçün 4'ün 2 qatı qədər su lazım oldu. Qazan ümumi neçə litr su tutur? Deməli, 4 dəfə 5, 4 vur 5, 20. 3 dəfə 6 töküblər. 3 vur 6, 18. Sonra deyir ki, qazan dolmur və qazanın dolması üçün 4'ün 2 qatı qədər su lazımdır. 8. İndi bizdən deyir ki, qazan ümumi nə qədər su tutur? 8'in üstünə 8, 16, 6 yazırıq. 1 yadda, 2'nin üstünə 1, 3, 1 də yadda 4. Qazan ümumi 46 litr su tutur. Qəfəsdəki quşların ayaqlarının sayı 18 olarsa, qəfəsdə neçə quş var? Quşun neçə ayağı var uşaqlar? 2. Və ayaqların sayı 18'dir. Deməli 2, 2, 2, 2, 2, 2 saymışıq, 18 tapmışıq. Deməli, neçə quş olduğunu tapmaq üçün də 18'i bölməliyik 2'yə. Eləyir 9. Qəfəsdə 9 quş var. İfadənin qiymətini hesablayın. Düzgün cavab hansı bənddə verilib? Bir misalda çıxma, toplama, çıxma, toplama bu qaydada verilərsə, düşünməyin ki, birinci toplamanı eləməliyəm, sonra çıxmanı eləməliyəm. Xeyr. Misalda mötərizə varsa birinci mötərizəni eləyirsiniz. Vurma bölmə varsa onları yerinə yetirirsiniz. Sonra toplama çıxma ardıcıl olaraq. İndi burada bizə çıxma verib, toplama verib çıxma. Elə ardıcıl gedirik. Əvvəlcə 30'dan 12'ni çıxırıq. Eləyir 18. İndi 18'in üstünə 45 gəlirik. Eləyir 63. 63'dən 17'ni çıxırıq. O da eləyir 46. Misalın həlli 46'dır. Bərabərliyin doğru olması üçün üstəgəl və çıx işarələrini ulduzların yerinə hansı ardıcıllıqla yazmaq lazımdır? 20, 15, neynəsə 25 olar. Məncə 20'nin üstünə 10 gəlirik. 30, 30'dan da 5 çıxırıq, 25. Bu da var A bəndində. Əlinin 5 manat pulu var. O biri 80 qəpiyə 4 qələm alıb. 4 dənə 80. Biri 30 qəpiyə 2 dəftər alıb. 2 dənə 30. Əli bir nağıl kitabı da almaq istəsə, nə qədər pulu çatmaz? Və nağıl kitabı neçəyədir? 4 manat. Əvvəlcə xərclədiklərimizi tapmalıyıq. 4 dənə 80 eləyir 320 qəpik. 2 dənə 30 eləyir 60 qəpik. Bunları da toplayanda eləyir neçə? 380 qəpik. 5 manatı da qəpiyə çevirsək uşaqlar. 1 manat 100'dürsə 5 manat eləyir 500. 500'dən 380 çıxanda neçə qalır? 120. Deməli bizim əlimizdə 120 qəpik qalıb. Amma bizə 4 manat lazımdır. Yəni 400 qəpik lazımdır. Deməli bizə lazımdır 400. Əlimizdə qalıb 120. Nə qədər çatmır tapmaq üçün? 400'dən 120'ni çıxırıq. 400'dən 120'ni çıxırıq. 0'dan 0. 0. 0'dan 2 çıxmaq olmur. Ondan 2. 8. Burada 3 qalmışdı. 3'dən də 1. 2. 280 qəpik. Onu da manatla qəpiyə çevirsək, edir 2 manat 80 qəpik. 7-ci sual. 50'dən 100'ə olan ədədlər içərisində təkliyi 4 olan neçə ədəd var? 50'dən 100'ə qədər və təkliyi 4 olanları yazaq. 54, 64, 74, 84, 94. Neçdən oldu? 1, 2, 3, 4, 5 dənə. B bəndi. Tutumu 20 litr olan vedrəni 2 litrlik qabla neçə dəfə su tökməklə doldurmaq olar? Deməli biz vedrənin tutumu 20 litrdir. Bizə lazımdır 20 litr. Və biz onu 2 litrlik qablarla neçə dəfəyə doldurarıq? Bizdən bunu istəyir. Tapmaq üçün tapırıq ki 20'nin içində neçə dənə 2 var. Onu da tapmaq üçün neyinirik? 20'ni 2'ye
bölürük. Deməli 10 dəfə 2 töksək 20 litrlik vedrə dolar. A üstəgəl mötərizədə B çıx C ifadəsində A 70, B 20, C 6 olarsa ifadənin qiymətini hesablayın. Bax yazıram bura misal. A üstəgəl B çıx C. Və verilənləri üstünə yazıram. A neçədir? 70. B neçədir? 20. C neçədir? 6. Bayaq demişdim. Əgər misalda mötərizə varsa, birinci mötərizə nə edirik? 20-dən 6 çıxanda neçə qalır? 14. İndi çölünü eləyirik. 70 üstəgəl 14, o da eləyir 84. C bəndi. Günelin 32 manat pulu var. O 15 manat kitablara, 3 manat qələmlərə, 7 manat da dəftər və alboma verdi. Günelin neçə manat pulu qaldı? Əvvəlcə xərclədiklərimizi toplamalıyıq. Nə qədər pul xərcləmişik? 15, 3, 7. 7 ilə 3, 10, o da 15. 25 manat xərcləmişik. Cibimizdə nə qədər var idi? 32. 32-dən 25-i çıxırıq. Qalır 7. Riyaziyyatın növbəti səhifəsində davam edirik. Deməli, 31-in üstünə 4 gəlsək neçə eləyir? 35. Deməli, ulduz 35-dir. 35-in üstünə 3 gəlsək neçə eləyəcək? 38. Deməli, kvadrat 38-dir. Deyir, ədəd oxunda bunlar harada verilib, düzgün verilib. 30-dan sonra sayaq. 31, 32, 33, 34, 35. Bu 35-dədir. 36, 37, 38. Elə bu da 38-dədir. Elə düzgün cavab A bəndi. 20-dən böyük, 28-dən kiçik neçə cüt ədəd var? Tapmaq üçün əvvəlcə arasındakı ədədləri yazaq. 20-dən böyük, 28-dən kiçik. 21, 22, 23, 24, 25, 26, 27. Nə istəyir bizdən? Cütləri. Cütləri dairəyə alırıq. Cüt ədədlərin sonu nə ilə qutarır? 0, 2, 4, 6, 8. İndi neçə dənə dairəyə aldıq? 3 dənə. A variantını götürdük. 83-dən hansı ədədi çıxsaq, fərqdə 2 qatı 52 olan ədəd alınır. 2 qatı 52-dirsə, deməli 1 qatını tapmaq üçün 52-nin yarısını tapmalıyıq. Yəni 52-ni bölməliyik 2-yə. 52-də nə var? 50 var, 2 var. 50-nin yarısı 25, 2-nin yarısı 1. 25 o da 1 neynədir? 26. Deməli 52 2 qatı 52 olan ədəd 26-dır. Deyir, indi 83-dən neçə çıxsaq 26 qalır. Tapmaq üçün 83-dən elə 26-nı çıxırıq. 13-dən 6, 7, 7 qalır. 7-dən də 2, 5. 57, o da eləyir 5 onluq, 7 təklik. 3 uşağın çəkisi birlikdə 75 kiloqramdır. 71 kiloqramdır. 3 uşaq. Baxın, bölüşdürdük. Bir uşaq 28-dir, o biri uşaq 24-dür. Üçüncü uşağı da biz tapmalıyıq. Əvvəlcə 28 ilə 24-ü toplamalıyıq. 28 ilə 24-ü toplayanda eləyir 52. İndi üçüncü uşağı tapmaq üçün 71-dən 52-ni çıxırıq. 71-dən 52-ni çıxırıq. 1-dən 2 çıxmaq olmur, pay götürəcəyik 7-dən. 11-dən 2, 9, 6-dan da 5, 1. O biri uşağın çəkisi 19 kiloqramdır. Bir mağazaya 45 yeşik, o biri mağazaya bundan 9 yeşik az meyvə getirdilər. Az deyirsə nə edəcəyik? Çıxacaq. 45-dən çıxırıq 9-u. 5-dən 9 çıxmaq olmur. 15-dən 9, 6, burada da 3 qalır. 36. Deməli, ikinciyə nə qədər getiriblər? 36. İndi 2 mağazaya cəmi nə qədər getiriblər? Birinci mağaza 45 idi. İkinci mağazanı tapdıq 36. Bunların cəmini tapmaq üçün nə edirik? 45 ilə 36-nı toplayırıq. 5 ilə 6, 11, 1 yadda. 4 ilə 3, 7, 1 də yadda 8. Cavab C bəndi. Lalənin boyu 70 santimetrdir. Qardaşı ondan bir neçə santimetr qısadır. Qısadırsa, əgər qısadırsa, deməli bu qardaşdır da, düzdür. Qardaşın boyu qısadırsa, deməli qardaş ondan kiçik olmalıdır.
Hansı ola bilər? Variantlara baxırıq. 70, 71, 74, 64. 70 70-ə bərabərdir, amma burada deyir qısadır. 71 70-dən böyüdür, ola bilməz. 74 də 70-dən böyüdür. 70-dən kiçik olan hansıdır? 64. Elnur almaların yarısını dostuna verdikdən sonra 9 alması qaldı. Yarı mövzusunu keçəndə mən sizə demişdim. Həmin dəqiqə baxın belə bir şey çəkirsiniz. İstənilən iradi bir düzbucaq çəkdik və onu tən yarıya böldük. Və biz bilirik ki, bu yarı hissə nədirsə, bu yarı hissə də ona bərabərdir. Ədədin yarısı bir-birinə bərabər olmalıdır. İndi bir də oxuyuram məsələn. Elnur almaların yarısını dostuna verdikdən sonra 9 dənəsi qaldı. Əgər 9'u qalıbsa, deməli elə verdiyi də 9'dur. Onda onun ümumi neçə alması var idi? 18. Qutuların hər birinə əvvəlcə 8, bir dəqiqə. Əvvəlcə 8, sonra da 5 biskit qoydular. Neçə qutudur? 1, 2, 3, 4. 4 qutunun hər birinə əvvəlcə 8 dənə biskit qoydular. 4 vur 8, 32. Gördülər azdır. Sonra hər birinə, yenə də 4 qutunun hər birinə 5 dənə də biskit qoydular. 4 dənə 5. Elədi neçə? 20. İndi sual verir. Neçə dənə biskvit oldu? 52 dənə biskvit. Cəmini tapmaq üçün nə edirik? Toplayırıq. 59'dan 26 vahid kiçik ədədlə. Aha, birinci ədədimiz budur. 59'dan 26 vahid kiçik. 63'dən 7 dəfə kiçik. Dəfə deyəndə vurma bölmədir. Kiçik deyirsə bölmədir. Bu ədədlərin cəmini tapın. 3 həllim tapşırıqdır. Deməli, əvvəlcə 59'dan 26 vahid kiçiyi tapırıq. Bir dəqiqə. Əvvəlcə 59'dan 26 vahid kiçiyi tapırıq. 9'dan 6, 3, 3, 5'dən 2, 3. Elədi neçə? 33. İndi 63'dən 7 dəfə kiçik. 7 dəfə kiçik deyəndə bölürük. Elədi neçə? 9. Deməli, bizə lazımdır 33 ilə 9. İndi bunların nəyini tapırıq? Cəmini. 33 ilə 9'u toplayanda eləyir neçə? 33 ilə 9'u toplayanda eləyir 42. İndi bunlardan hansının cavabı 42'dir? 7 dəfə 5, 35, 6 dəfə 7, 42, 16'ın üstünə 25, 41, 11'in üstünə 29, 40. Bizə hansı cavab lazımdır? 42. 42 də var C bəndində. Sonuncu sualımız. Bir televiziya kanalında səhər saat 10:30'da 10 olub artıq 11'e gedir. 10 olubsa artıq onu demirik. 11'in yarısı. 10:30'da yəni 11'in yarısında başlayan çizgi filmi 1 saat 15 dəqiqə davam edib. Çizgi filmi saat 3'də bitdi. Deməli neçədə başlayıb uşaqlar? 10:30'da. Düzdür. Saatin altında, dəqiqənin altında yazılmalıdır. 1 dəqiqə, 1 saat 15 dəqiqə davam edib. İndi bunları toplamalıyıq. Bunu da ayıraq ki rahat olsun. 0'ın üstünə 5, 5, 3'ün üstünə 1, 4, 0'ın üstünə 1, 1, bu da 1. Normal toplamak əməli kimi yerinə yetiririk. Neçə alınır? 11, 45. Deməli 11, 45'də bitəcək. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları tam şəkildə anladınız.